Artıq neçə müddət idi hamilə qalmırdıq düşükdən sonra? 9 ay. Hamiləmiz müalicə götürüb, həkim tərəfindən müalicə olunmuşdu. Neçə dəfə düşük olub ümumiyyətlə bizdə? 3 dəfə yarımçılıq, 5 həftəlik, 6 həftəlik inkişafdan qalmış hamiləliklər olub. Sonra müxtəlif müalicələr götürüb bir nəticə əldə eləməyib və artıq 1 il idi hamilə qala bilmirdi. Müalicəmiz elədi, şükürlər olsun Allaha, bir kurs müalicə, 2 kurs. Bir kurs müalicə ilə hamilə qalmışıq. 6-7 həftəliyi görməyən mamamız bugün uşağımızın ürək döngüsünü belə eşitdi. Bu bir uğurdur, şükür, bəli, şükür olsun Allaha. Amma həmişə deyirəm, hamilə qalmaq nə qədər asandısa, hamiləlik aparmaq o qədər çətindir. Səliqə ilə qulaq asacaqsan, nə tapşırıqlar verəcəyik, nələr eləyəcəyik. Yəni sözüm o ki, hamilə qalmaq şərt deyil. Şərt hamiləlik 9 aya çatdırmaqdır, yaxşımı? Bundan sonra səliqə ilə müayinələrə gəlirsən, səliqə ilə analizimizi eləyəcəyik, uşağımızın inkişafına baxacağıq. Bugün 7 həftə görmək, ürək döyməni görmək düzdür, sevindirici haldır, amma hələ hər şey demək deyil, yəni yaxşımı? Səliqə ilə 2 həftədən bir 3 ayına qədər müalicəmizi davam eləyək. Baxaq, tam uşağımız əmələ gəlsin, cift əmələ gəlsin, biraz onda rahatlana bilərik. Yaxşımı? HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.